saat ərzində ABŞ və İsrail İranı vuracaq. Almanya'nın kansleri Friedrich Merz'le ABŞ ve İsrail'in sözleri üst üste düşür. 48 saat ərzində Amerika ve İsrail hərbi əməliyyatlara başlayacaq. 48 saat ərzində artık İsrail'de toplandı, oldu Amerika'da toplandı. Trump bütün işini tulladı Trump kenara. Grenlandiya, Kuba, Venezuela hamısını tulladı. İranı vuracağım. Azərbaycan xalqına səslənirəm. Ey Azərbaycan xalqı, mənim ən çox sevdiyim talışlar, Cənub bölgəsi, daha düz Horadizdən tutmuş Masallı Astariyə qədər. Hamınız təhlükəsiz bölgələrə gedin. Hamınız sığınacaqlar hazırlayın. Artıq 48 saat ərzində vurulacaq. Cənub bölgəsində yaşayanlar tədbir görün. ABŞ qərarlıdır ayın sonuna qədər. İran məsələsini Amerika bitirmək istəyir bu ayın sonuna qədər. Friedrich Merz Almanya'nın kanslerinə Trump'ın İsrail'in sözü də elə üst-üstə düşdü. Friedrich Merz son saatlarını ve İran rejimi son günlerini yaşayır dedi. Friedrich Merz elə belə kişi deyil. Yalan söz demez. Çok fırtına kopacak ve Cənubdakı soydaşlarım təcili surətdə paylaşın. Təcili surətdə sığınacaqlar hazırlayın. Bir qazın yer heç olmasa sonra bomba atılanda ora tullayın özünüzü. Kimyəvi bakterioloji silahlar atılabilir. Bir balaca. O sizin düşündüğünüz nüvə silahları atılanmaz. Ama yine de biraz tədbirli olun. Otaqlardan orta otağı hazırlayın. Binadır, evdir, badvalları hazırlayın. Zirzəmləri hazırlayın. Kənddən qıraqda bir çökək bir durba keçən keçid içindən ermənilərlə dava olanda ermənilər bizim kəndə raket top yağmuruna tutanda bu yolun altından durbalar keçirdi. Ha, kəndin çox sonra girirdi. Yani bunu edin. Bakı təhlükədə olarsa Bakıya da çağırış eləyəcək. Bakı təcili boşalsın. Regionlara, təhlükəsiz yerlərə geçsin. Değerli vətənlərim, sizin için çok heyecanlıyım. Sizin için çok korkuram. İran yaralı şirdir. Onun qəzəbinə istəmirəm tükələsin. Nə qədər olmasa. Ona görə mənim xalqım, xahiş edirəm, strateji obyektlərdən uzaq olun. Xahiş edirəm, Bakıda hədəfdə olsa bir balaca İranı qıcıqlandıran nəsə olarsa dərhal Bakını tərk eləyin. Düzdür, xalqdan heç kimin işi olmayacaq. Sıravi xalqdan heç kimin işi olmayacaq. Nə Farsın, nə Yahudinin, nə də kiminsə. Sadəcə ayaq altda qalmayasan. O kör kurşuna düçar olmayasan. Kanada, Almanya, Çin, Fransa, Irak, Tayvan, Amerika, bütün dünya ölkələri təcili İranı tərk etməyə çağırdı öz vətəndaşlarını. 48 saat ərzində Almanya'nın şərəfli kansleri ne deyib? Əgər rejim hakimiyyətdə yalnız zorakılıq hesabına qalabilirsə, deməli faktiki olarak onun sonu gəlib. Mən hesab edirəm ki, biz indi bu rejimin son günlərini və həftələrinin şahidi oluruq deyə Hindistanın Bengalur şəhərinə səfəri zamanı Almanya'nın kansleri Friedrich Merz cənabları bax bu sözü dedi. İran rejimi son günlərini və həftələrini yaşadığının şahidi oluruq. Üzdə deyirlər Amerikanın Avropa birbirini yiyir, qırır, birbirini qırır. Baxın, qırmırlar. Qabil deyəndir. Elə arkada kankadılar. Baxın, ala, göstərirəm sizə, baxın. Mən paylaşmamışam ha bunu. Elə hakimiyyətin kanalları, dünya mətbuatı paylaşıb, İlhamın kanalları da paylaşıb. Ne var burada? Gəlin baxalım. Avropa Parlamenti öz binasına İranlı diplomatları buraxmadı. İranlı diplomatların girişinə qadağa qoydu. Minlərlə vətəndaşını etiraz etdiyinə görə öldürən İran vətəndaşları Avropa Parlamentinə girə bilməz. ABŞ İranı quru yolları ilə tərk edin. Amerika Devlet Departamenti vətəndaşlarına rəsmi xəbərdarlıq edərək təcili quru yolları ilə Ermənistan, təcili Türkiyə ilə o Azərbaycan demirlər ha. Demək ki Azərbaycanın İlhamın götünü qayıracaqlar. ABŞ Dövlət Departamenti İrandakı vətəndaşlarını rəsmi olaraq xəbərdarlıq edirdi. Təcili olaraq quru yolları ilə Ermənistan və Türkiyə ərazisindən keçməklə tərk edin. Azərbaycan ne olacaq? İlham Əliyev bizi oda atacaq. İlham Əliyev bu xalqı qırdıracaq. Mən neçə aylardır demişəm ki, İranla müharibə olacaq İlham Əliyev. Bu ikiyüzlülüyü, nəm arada gedib gəlməyi, bu pox yeməkləri bu xalqın başına bəla olacaq. Mən bunu demişəmmi, deməmişəm. Dünyanı silkələyən qərarlar. Trump bütün işini attı. Arkada bir Avropa ilə də birlik söz konusudur. Ancaq İranı vuracağım. Təcili İranı tərk edin. Dalınca. Avropa Şurası diplomatları qovdu. Trump dedi İranla danışıqlar ləğv edilir. Ləğv etdim. Eləcə Avropa ləğv etdi. Friedrich Merz cənabları dərhal bəyanat verdi ki, İran rejimi son günlərini, son həftələrini yaşayır. Amerika artıq qərar qəbul edib, mən bildiyim qədərindən. İran rejimi gedəcək, Pezeşkiyanla işləyəcəklər. Super. Pezeşkiyan işləməli adamdır. Müvəqqəti də olsa, bir neçə il də olsa, Pezeşkiyan dəyərli adamdır. Bəli, yaxşı düşünülmüş qərar.